Akıl Bakdadı kanalında sizə haqq gəldək. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Böyük Qədir hadisəsi. Bugün günəşin öz işığını daha parlaq saçdığı, səmanın gülümsədiyi, mələklərin bayram etdiyi gündür. Nəhayət, o böyük gün gəldi. Karvan Qədirxum adlı yerdə dayandı. İrəlidə olan insanlar geri qaytarıldı ki, hər kəs bu xəbəri eşitsin. Peyğəmbər salavatullah yavaş səslə Həzrəti Əli əleyhissalama buyurdu. Ya Əli, deyəcəyim söz yer üzünü titrədəcək, amma göylər sevinəcək. Həzrəti Əli əleyhissalam sakit, əminliklə dedi. Nə desəniz canla başla qəbul edirəm. Peyğəmbər salavatullah başını göyə qaldırdı və dua etdi. Ey Rəbbim, risalətimi tamamlamaq üçün mənə kömək et. Bir anlıq sükut oldu. Mən balaca bir kolun üstündə oturub böyük karvanı izləyirdim. Hər kəs bir yerə toplaşmışdı. Bir neçə səhabə dəvələrin yəhərlərindən minbər düzəltmişdi. Peyğəmbərimiz salavatullah o minbərə çıxdı. Bir anda sükut çökdü. Hamı heyrətləndi. Mənim ürəyim döyünürdü. İndi nə baş verəcək? Peyğəmbər salavatullah əllərini qaldırdı və dedi. Ey insanlar, mən tezliklə aranızdan gedəcəyəm. Amma sizə bir həqiqət deyəcəyəm ki, bütün nəsillərə çatmalıdır. Hamı dinləməyə başladı. Uşaqlar da səssizcə baxırdı. Peyğəmbər salavatullah soruşdu. Möminlər üçün mən onların özlərindən daha üstün deyiləmmi? Hamı cavab verdi. Bəli, ya Rəsulallah. Sonra Peyğəmbərimiz salavatullah Əli ibn Əbu Talibin əlindən tutdu, o əllərdən nur saçılırdı və uca səslə buyurdu. Mən kuntu məvlah və hazə Əliyyum məvlah. Mən kiminsə rəhbəriyəmsə, bu Əli də onun rəhbəridir. Cəmaatın içində səs-küy qopdu. Mələklər təkbir dedi, göy alqışladı, bütün səhrada söz yayıldı. Hamı Əli əleyhissalama təbrik deyirdi. Bəh-bəh, ya Əli, sən artıq mənim və hər bir möminin rəhbərisən. Uşaqlar əl çalırdı, qadınlar gülümsəyirdi, qocalar göz yaşı tökürdü. Bir balaca oğlan qaçaraq gəldi və dedi. Ağa, indi siz bizim rəhbərimizsiz? Həzrəti Əli gülümsədi və mehribanlıqla cavab verdi. Mən sizin xidmətçinizəm, həmişəki kimi, son nəfəsimə qədər. Axşam olanda bütün insanlar bir yerə toplandı. Peyğəmbər salavatullah buyurdu. Kim burada eşitdisə, gərək bu xəbəri bütün dünyaya yaysın. Hər evə, hər ürəyə. Mən də orada söz verdim ki, mən də danışacağam. Uşaqlara, yaxşı insanlara, hər kəsə deyəcəm ki, Qədirxum vilayət imamət günüdür. Qədir sadəcə bir gün deyil, o ürəyimizdə yanan bir çıraqdır. Əgər biz ədalətli olsaq, sözümüzə sadiq qalsaq, Əli kimi yaşayarıq. Mənim əziz və gül balalarım, Qədirxum bayramı haqqında çəkdiyiniz şəkillər üçün sizlərə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Çox gözəl çəkmisiniz. Bayramınız mübarək olsun.